Space TV-nin efirində Tarix Əliyevin aparıcısı olduğu Tarixin bir günü verilişi fəaliyyətini davam etdirəcək. Bu barədə Oxuazın sorğusuna cavab olaraq telekanaldan məlumat verilib. Qeyd olunub ki, Audiovizual Şura tərəfindən telekanala daxil olan xəbərdarlıq məktubundan sonra televiziya rəhbərliyi tövsiyəni nəzərə aldığını bildirib. Veriliş fəaliyyətini davam etdirəcək, lakin bu kimi halların bir də baş verməməsi ilə bağlı xəbərdarlıq nəzərə alınacaq. Xatırladaq ki, bir neçə gün əvvəl Tarix Əliyevin aparıcılığı ilə Space TV-nin efirində meyxanaçı Rəşad Dağlının ad gününün qeyd edilməsi birmənalı qarşılanmayaraq, Audiovizual Şura tərəfindən telekanala xəbərdarlıq edilib. Həmçinin televiziya kanalına bildirilib ki, eyni halın təkrarlanacağı təqdirdə inzibati cəza tədbiri sanksiya tətbiq ediləcək. Sözügedən hadisəyə reaksiya olaraq Tarix Əliyevin özünün sosial media hesabında paylaşım edərək, Rəşad Dağlıya görə verilişin bağlanmasının vecinə olmayacağını söyləyib.